Son tamamlanma işlərimiz qalıb, yekunlaşdırmışıq. Salam əziz Teleqrup izləyiciləri. Qərə Şüvalandadır. Şüvalandan sizlər üçün bir dənə 2 mərtəbə çəkirik ki, 4 dənə yataq otağı ilə. Buna demək olar qaymağın qaymağı. Demək, məsələ nədir? 4 sot əytimizdir. Əytdən girdin içəri, jalüz qapıdan, maşın park eləməyə yerimiz, söhbətgahımız hazır vəziyyətdədir. Yer istipoldur. Əytimiz görsəndiyi kimi yaşıllıq ərazimiz var. Bura bir dənə zeytun gələcək. O belə bahalı zeytunlardan gələcək inşallah, tutturulacaq bura. Ona gedirəm ki, müəyyən tamamlanma işlərimiz var. Basen yerində, bayırda bir dənə də sanuzelimiz var. Söhbətgah var, əyitbaza yerindədir. Ne deyirsən? Keçə evin içinə. Evin yox, villanın içinə. Getdik. 200 kvadratlıq villaya daxil olduğun birinci güzgüdə özür ruqlovka eləyirsən. Sonra keçirsən içəri. 4 dənə yataq otağı, bir sən ne deməkdir 200 kvadratda? Peçatın peçatı deyək. Bir dənə zalımız var, maşallah 50 kvadrat. Ne deyim, mən deyim 50, siz deyin 55. Orta məxrəzi yələk. Hər şey hazırdır. Müəyyən mebellər lazımdır ki, oturursan bura, kösüb yaşayırsan. Sol tərəfdə bizim bir dənə belə bir otağımız var. Yəni ki, böyük ailələr kim yaşamaq istəyirsə, məsələn, yaşlılar oldu, uşaqlı oldu, kimsə birinci mərtəbə rahat şəkildə o istifadə edə bilir. Qərə, gəl bir dənə piləkana bax. Piyanina deyək. Bu nə var? Çəkirsən qərə. Bax. Xodladıq. Getdik. Buna bax. Görürsən. Gəl. İkinci mərtəbəyə gəl. İkinci mərtəbənin balkonu var. Özü nə balkon? Çıx ki, nə var? Qəşəng. İstiyi yay oldu, istiyi qış oldu. Buranın ab havası öz yerindədir. Keçək 3 dənə də yataq otağını ikinci mərtəbədə sizə göstərək. Pileşandan çıxdığım, bax, sol tərəfdə bir dənə iri yataq otağımız var. Hansı ki, qardirobu da var içində, sanuzeli də var. Yəni, burada qardirob üçün nəzərdə tutub, ola bilər ki, uşaqlı ailələr olanda, məsələn, istəyirlər ki, uşaq üçün balaca bir dənə otaq olsun və onun üçün rahat istifadə eləmək olar. Bu neyini bəyəndim? Bax, koridorlar hamısı mərmərdir, pileşanlar zətdə. Şeylər isə, otaqların içi isə hamısı laminatdır. Bu o deməkdir ki, doğrudan da ki, yola verdi söhbəti olmayıb da. Burada kişilər konkret burada iş görüblər. Bax, bir dənə də otaq hansı ki, balkon tərəfə baxan otağımız var. Əyitdə görür bu otaq, balkonu da görür. Yəni, burada sol tərəfdən balkona çıxış da var. Bax, bu da bizim 3-cü və sonuncu otağımız. Gəldik, çıxdıq videomuzun sonuna. Şüvalan 4 sot 200 kvadrat. Bəyənirsinizsə, ünvan Teleqrupdur, Qərənli burada nömrələri var.